Hörmətli izləyicilər, 19 may 2018-ci ildə mən Əli İskəndərov Abidinli kəndindəyim. Xalça sənətinin sirlərini, fotolarını toplamaq məqsədi ilə Tahir müəllimlə, Milli Elmlər Akademiyasının alim, etnoqraf alimi ilə biz buradayıq. Və gördüyünüz bu xalça isə yardımında yaxşı tanınan müəllim Nəsib Həsənovun evindədir. Çox maraqlı bir xalça olduğu üçün bu süjeti sizə göstərmək qərarına gəldim. Xalça nəfis şəkildə toxunub. 3 haşiyə içərisində mərkəzi kompozisiyada ortada 4 dənə böyük göl və gölün içərisində həndəsi elementlərlə çox gözəl bir görünüş və olduqca nəfis şəkildə görünən, rəngləri də həmahəngdir. Bir çox rənglər isə təbii rəngdən alınır. Belə bu xalça haqqında məlumatı Nəsib müəllimdən almaq istərdim. Nəsib müəllim, sizi xoş gördük. Çox sağ olun, minnətdaram. Bu xalça haqqında məlumat verəsiniz, xahiş edirəm. Yoldaşım həqiqətən də özünün xalçası idi. 1988-98 Yoldaşımın adı, Yoldaşımın adı Əminə idi, atasının adı Sərdardır. 1961-ci ildə Yardımlı rayonu Abidinli kəndində anadan olmuşdu. O xalçaçılıq sənətini öz nətər deyim, atasının anası olan Rüxsarə bibidən almışdı. Anası da böyük nənəsi, də atasının anası Rüxsarə Hacı Rəhim qızından almışdı. Onlar elə bir kənddə yaşayaraq xalçaçılıq məktəbinə sahib olmuşdular. Yoldaşım özü çoxlu xalça toxumuşdu. Hələ bizlə bircə yaşayış illərində ondan artıq xalça toxumuşdu. Bu xalça isə onun son əl işidir. Son əl işidir. Yoldaşınız rəhmətə gedib. Yoldaşımız rəhmətə gedib. 1911-ci ildə rəhmətə gedib. Amma bu xalça 1911 yox, 2011-ci 2011-ci ildə rəhmətə gedib. 1998-ci ildə o xalça üzərində də yazılıb. Həm fars rəqəmi ilə yazılıb, həm də ərəb belə bizim bu miladi rəqəmlə yazılıb. 1998-ci ildə onun əl işidir. 10 dənə xalça toxuyub. Ondan artıq kilim də toxuyub. Kilimləri də var evdə. Nəsib müəllim, bayaqları dediniz ki, burada sintetik boyalardan istifadə edilməklə... Burada alça qabığı, mən bildiyimə qədər, baxıb, onlara alça qabığı... Alça qabığı, əvvəlik kökündən, anons söhbət edirdi. Mən məlumat verim ki, Sona xanım da, Nəsib müəllimin anası Sona xanım da bugün yaşayır, Allah can sağlığı versin. 1936 təvəllüdü olunan Sona xanım da deməli, məşhur xalçaçı olub, xalça sənətinin sirlərini, belə gözəl xalçalar toxuyub və onun da gəlini çox nəfis şəkildə bax bu xalçanı toxuyub. Xalçanın sıxlığı çoxdur, yəni başqa xalçalardan fərqli olaraq